Demək dostlar, 2013-cü ildir, Fransadayıq. Fransada tərcüməçilik fəaliyyətindəyəm. Getmişik, hamı yığışıqdır, belə çay gətirdilər. Stəkan, çaynik, çaynikin içində su var. Nəysə, mən çayı açmışam. Çayı demək açıb, stəkanın içərisinə qoymuşam. Hazırlaşıram ki, indi çaynikdən suyu tökəcəm, elə içəcəm. Gördüm ki, yanımdakı adam elə eləmədi. Yanındakı adam çayı götürdü, çaynikin içine attı. Gözlədi. Biraz keçəndən sonra tökdü şeyə, çaynikə. Mən də indi belə deyək də, elə bir şey heç vaxt görməmişəm. Heç bir zaman çayla çayniki, stəkanla çayniki yan-yana gətirməyiblər. Bax, oradan, o ilk təcrübədən öyrəndim ki, Fransada çayı necə servis edirlər. Çaynik, çaynikin içində su, stəkan boş, çayı götürüb çaynikin içərisinə qoyursan və ondan sonra dəmlənir, sonra tökürsən şeyə, stəkana içirsən. Belə bir təcrübə.